Tada! Qarşınızda Kiko'nun yeni ilə aid yeni kolleksiyası. Düzünü desəm artıq bunu açıb baxmışam, məhsullarla tanış olmuşam. Çünki Instagram üçün də video çəkmişəm. YouTube üçün isə sırf ayrıca paketlədim yenidən. Sizin üçün estetik olsun deyəni yenidən çəkirəm. Qutusunu belə açıram. O xarici influencerlər necə eləyir? Wow! Wow! Bizdə elə olmadığı üçün wow! Eləyirik, yetər. Bunu belə bütöv əlimdə tuta bilməyəcəm videonun sonuna qədər. Amma məhsulları bir-bir çıxardıb belə göstərməyim daha məntiqlidir. Birinci elə Tanani'dən başlamaq istədim. Bu həm Tanani, həm də concealer gedir. Ümid edirəm rəngi dərimə uyğun olar. Mənim Tanani seçimim çox çətindir. Daha doğrusu rəng seçimim çox çətindir. Çünki mənim boğaz dərimin rəngi üzümdən bir ton yox, 2 ton tündür. Ona görə çətinliklə seçirəm və elə vaxt olur ki, ya boğazımın rəngində götürürəm, ya da üz rəngimdə götürəndə boğazıma da onu çəkməli oluram. Birinci içindən nə cür fırça çıxdığını göstərmək istəyirəm. Bir tərəfi bax belə qubqadır, sponjdur. Bir tərəfi belədir, fırça kimi. Kosmetik bir çantaya atırsan, 2 dənə nəsə məhsul daşımaqdansa, bir dənə belə mini məhsul daşımaq daha asandır. Bu da Tanani və concealerimizin özüdür. Amma Tanani'dən qabaq yadıma düşdü ki, mən üz nəmləndiricisi sürtmüşəm üzümə, nəmləndirmişəm dərimi. Amma bu kolleksiyanın içində həm də göz üçün də nəmləndirici var. Bunu unutmuşam. Məncə birinci elə bundan başlamalı idim mən. Bu yalnız göz ətrafı üçündür. İçində qaşığı da var, amma qaşığı mən istifadə eləmirəm çox vaxt. Məhsul belədir. İstəyirəm sizə göstərəm. Görürsünüz, jel kimidir. Hər iki gözümün altına qoyum. Məncə çox oldu, çox qoydum. Mənə görə Kiko münasib qiymətli, amma bir çox lüks markalarla eyni keyfiyyətdə olan bir markadır, brenddir. Kiko ən çox dodaq boyaları ilə sevildi bir ara. Amma hal-hazırda çıxartdığı üz baxım məhsulları belə, yəni onların seriyaları var Kiko'nun. Üz baxım məhsulları da qat-qat keyfiyyətlidir. Məndə olan hal-hazırda 4 nömrədir. Elə öz fırçası ilə də yayacağım. Açıqdır rəngimlə, bir tık. Qoxusu gözəldir. Amma bronzerlə falan düzəltmək olar. Gözümüzün üstündən də gedirik. Əvvəl mən Tanani dəhşət çox istifadə edirdim də, aşırı çox. Yəni concealer'ı o qədər çox istifadə etməzdim, amma Tanani indi üzümə burada nə qədər pıs-pıs elədiyimi gördünüz də. Təsəvvür edin, mən 4 dəfə bura pıs-pıs, 4 dəfə bura, 4 dəfə alnıma, çənəmə, boğazıma çox edirdim. Sonra get-gedə gördüm ki, mənim dərimi pis günə qoyur. Dodağımın üstünə də edirəm, çünki dodaq boyası istifadə edəcəm. Son vaxtlar dodaq boyası bilmirəm, bu çoxdandan var. Bilirəm ki, çoxdandan eləyir cəmaət. Mən prosta indi öz üzərimdə onu kəşf eləmişəm ki, dodaq boyasını çəkməmişdən əvvəl Tanani'nin dodağımın üstünə belə eləyəndə daha yaxşı qalır. Yəni, məsələn, 4 il bundan əvvəl onu eləyəndə məndə yaxşı qalmırdı. İndi onu eləyəndə yaxşı qalır. Ola bilər ki, məsələn, dodağım gellidir, daha abyomludur. Biraz məncə gözümün üstünə yenə eləməliyəm. Biraz da concealer kimi göz üstü və altına da sürtün. Tanani'nin qoxusu o qədər gözəldir ki, Tanani çox yumuşaqdır. Güclü bir örtücülüyü yoxdur. Yəni BB krem tiplidir. Yüngüldür. Ağır Tanani deyil deyənəm. Su kimidir. Məncə günləri üçün bu yaxşıdır. Biraz dərimizə icazə veririk ki, otursun, hopsun.
Keçək o biri məhsula. Danani üzümə oturana qədər istəyirəm ki, əllərimi də nəmləndirim. Yeni baxım məhsullarındandır. Əl kremidir. Sosu maraqlıdır. Dünənləri bir xeyli əyləşmişəm üstündə. Deyəsə, indi də əyləşəcəm. Yox, bu opşu belə açmaqdır. Aha, bu belə. Qabağından belə tık yuxarı qaldırırsan. Yeni il, qış, dekabr ayı mənim üçün necə qoxur? Mandarinlə, vanillə, peçeniylə, şokoladla, kakaola, nanə ilə. Nədənsə həmişə elə təsəvvürüm. Nədənsə yox, çünki psixoloji olaraq uşaqlıqdan, yəni yeni ildə nə olub süfrədə? Peçeniya olub, şirniyyatlar olub, vanilli nələrsə, mandarin, apelsin, yəni sezon olduğu üçün feyxua. Ona görə də hiss edirəm ki, bu kolleksiyada o notlara üstünlük veriblər. Daha çox vanil üzərində şirin idi. Bəlkə də vanil yoxdur, amma çox şirin idi. Onun üzərində eləyiblər bütün qoxuları. Tananiyadan da o iyi gəlirdi. Hal-hazırda kremdən də möhtəşəm bir iyi gəlir. Çox gözəldir. Tam da yeni ili bizim beynimizə sanki siqnal verir ki, yeni il gəlir. Burada tuş var, maskara var. Hal-hazırda gözlərimdə qaynaq olduğu üçün tuş istifadə etməyəcəm. Amma sizə göstərəcəm. Bir də fikir verin, necə detallı işləyiblər burada. Çax. Ümumiyyətlə, Kiko tuş baxımından çox uğurludur. Çünki fikir vermişəm, mən Kiko'nun tuşunu istifadə edəndə, hətta bundan qabaqki bir kolleksiyada da, Lumiverse kolleksiyasındakı tuşdan istifadə edəndə kipriklərim bir-birinə yapışmırdı, dən-dən qalırdı. Mən 3-4 günə bu kipriklərimi çıxardacağam, onda da bu tuşu istifadə edib sizə göstərəcəm. Mütləq ki, necə qalır. Lumiverse ilə bunun fərqinə baxaraq, bir gözümü o birisini eləyərəm, bir gözümü bunu eləyərəm. 2 ədəd, biri dodaq boyası, biri isə dodaq balzamı yağıdır. Gözəlliyi. Bildiyiniz, elə bir qar dənəciyi də üstünə hopub yağlı yağ. Hə, balzam deyil, yağdır. O biri kolleksiyada olan balzam idi, o tam da dodaq boyası kimi yayılırdı. Bu amma dodağa dəyən kimi əriyir. Bu yağdır. Bu da Sparkle zərli dodaq boyasıdır. İnanırsınız, bəlkə bir 3-4 gün bundan əvvəl düşünürdüm ki, yeni il üçün özümə qırmızı dodaq boyası alım. Bu ne? Bu ne arkadaşlar? Bu ne? Saxlayıram, bunu qəşəng istifadə eləmək lazımdır. Bunu burada heyf eləmək lazım deyil. Amma rəngini gəlin belə sizə göstərim. Mən nəyi unutmuşam? Mən dedim, sizə üzümü nəmləndirmişəm. Mən unutdum ki, burada Kiko'nun üz üçün primeri var. Mən gərək Tananiyanın altından istifadə edərdim. Onsuz da bu unpacking videosudur. Yəni, mən sizə kolleksiyadan tanış edirəm, nə məhsullar var yeni kolleksiyada. Yəni, make-up edib də make-upda göstərmə məqsədli deyil. Amma ayrıca onsuz da bir video make-up edib bu məhsullardan sizin üçün paylaşacağım. Sadəcə bu yeni kolleksiyada tanış oluruq videoda. Zeynaydan olaraq blush xəstəsi, yəni rumiyanı xəstəsi, ənlik xəstəsi olan Aydan bu kolleksiyada ənliyə daha çox üstünlük verir. Kikomuz belə. Ənliyə çox diqqətcə upakovka edib sən çox gözəlsən axı. Tam da qışın belə ənliyidir də. Deməli, o günləri rəfiqəmə deyirəm ki, mən ənliyi çox sevirəm. O isə ənliyi az vurur. Demək olar ki, çox-çox az istifadə edir. Əsas bronzer istifadə edir. Bronzeri belə az istifadə edir. Mən qədər yox. Mən çox abartıram məncə. Və deyirəm ki, yayda, qışda belə
tam da belə rozovla pinkin, çəhrayının, hər dildə deyirəm ki, mənə ilişməyəsin. Belə tam açıq bir rəngini istifadə etmək lazımdır ki, o soyuqluğu üzündə göstərəsən də. Və hal-hazırda bax dediyim o ənliyin rəngi bax budur. Bax bu aşağıdakı. Bunu da belə keçid deyiblər ki, əslində heyfim gəlir istifadə etməyə. Bəzəyini pozmaq istəmirəm. Bax, tam da bu rəngdə, tam da bu rəng. Sadəcə indi mən bunu yaymalıyam. Yəni sanki o maroza çıxmısan, üzün donub. Üz donanda axı belə bir qırmızılıq deyil də, çəhrayının çox açıq rəngi, dərinin donmuş halı belə olur yanaqlarda. Əvvəl rayonlarda deyirlər ki, ət yeyən uşaqlarda həmişə yanaq belə olur. Çox sevirəm də, ənliyi çox, yəni baya sevirəm. Əvvəl sevməzdim. Sevməzdim deyəndə, yəni sevirdim, sadəcə az istifadə edərdim də. Hə də, yəni ənliydi də. Burnum amma deyəsən çox abartdım. Burnum bayağı Şaxta Baba oldu. Hə, hətta Şaxta Babada, Sneguriçkada belə fikir vermirsinizsə, həmişə burun, yanaq və o rəngdə olur. Yəni qışın rəngi odur. Burnuma fikir verməyin, biraz çox abartdım. Çünki ənli ilə indi tanış oluram deyənə bilmirəm pigmentasiyası necədir, amma pigmentasiyası çox yüksəkdir, yəni gördüyünüz kimi. Bir dəfə batırıb vurursam, vəsə. Artıq qalanını da gözümüzün üstünə eləyək. Dodam da bayağı nəmlənib, hiss olunur. Kameradan belə hiss olunur. Mənim sevimli məhsullarımın arasına getdi. Sonda deyəcəm sizə hansı məhsullar mütləq ki sizdə olmalıdır. Onları tam belə ayrı deyəcəm. Boksun içində ən böyük korobkası olan üz üçün kirşan və toz kirşan. Anladınız nə demək istədiyimi? Təbii ki, onun da içində öz fırçası var. Fırçasını istifadə etməyəcəm. Çünki öz fırçam var. Məsələ baxın. Bu onun toz kirşanıdır. Bu isə onun preslənmiş kirşanı. Yəni bir qabda 2 kirşanımız var. Fırça ilə belə yaysanız, ümumiyyətlə rəngi qalmır. Transparan olduğu üçün də rəngi bilinmir. Amma üst-üstə bir neçə dəfə istəyirsiniz ki, məsələn, mən çox sevirəm gözümün altında belə ağ kimi görünəndə pudranın özünü. Ona görə üst-üstə 2-3 dəfə vursanız belə qəşəng görünəcək. Kikoda, Partadan viral olan, hər kəsin qaçaraq gedib aldığı, həqiqətən ciddən deyirəm, yəni bu məhsuldur. Mən özüm belə Instagramda, TikTokda qabağıma çıxanda birinci mənə maraqlı gəlir ki, nədir belə də, yəni hamı bundan danışır, hamı bunu paylaşır. Sən də mən nə yemiş? Bunu da belə upakovka eləyiblər. Nəcəbdənsə cırmadan səliqəli açdım. Bu nədir belə? Hətta mənim fakirlik bunu belə açmaq istəyirdim. Sən demə bu belə açılmır. Bu belə açılır. Bu ətirdir. İnana bilirsiniz, bu ətirdir. Barmağını belə sürtürsən. Bir bura. Bir bura. Bir bura. Bir də bura. Всё. Gün boyu yeni qoxursan. Gün boyu. Çox qəşəngdir. Glossu. Xeyr, bu bildiyiniz o məşhur lip glosslardan deyil. Bu tamam fərqli lip glossdur. Belə göstərim.
Bizdə yağ var, amma onun üstünə sürtsən daha çox parıldayacaq. Ən sevdiyim bir məhsulu sona saxladım. Niyə ən sevdiyim? Hər kəsin bir sevimli layneri və ya göz qələmi olur. Mən isə göz qələmi çox çətin tapıram. İstədiyim tipdə, istədiyim bir əlimə uyğun, rahat bir formada çox çətin tapıram. Bunu ayrıca sevdim. O məhsulların arasında tamam ayrıca sevdim. Ümumiyyətlə özünün bir incəliyinə baxın, necə nazik, incə. Yəni ölçüsü əlimdən belə balacadır. Yəni mənim əlim yekə deyil. Bir də siz bunun bax bu incəliyinə baxın. Görürsüz? Hələ bunun çəkimdə incəliyinə baxın. Qoy biraz azaldım ki, ucu qırılmasın. Çünki həqiqətən də çox qırıldı. Dedim və qırıldı. Bitməyini istəmirəm çünki çox qəşəngdir. Bunun nazikliyə baxın. Yəni bununla necə qəşəng layner çəkməyəsən də. O ki, kim bacarmır layner çəkməyi. Bunu alsa, vallahi yəni bütün meykapçılardan daha yaxşı bacarar. Slim Stroke Micro Eyeliner. Bax. Elə bilərsiniz sürtmürəm, bax. Dodaq boyası getdi. Amma layner görürsüz, yayılmadı. Nə qəşəng. Mənim kimi gözü biraz aşağı olan, burası ətli olanlar bilər mən nə demək istədiyimi. Çünki layner çəkəndə, əsas da qələm çəkəndə, yəni quruyan layner yox, qələm layner çəkəndə yayılır, bütöv bura kaşa kimi olur. Qızlar, indi sizə ən sevdiyim məhsulları deyəcəm, hansı ki mütləq bu kolleksiyadan almalısınız. Birinci təbii ki, Kiko'nun bu laynerini mütləq şəkildə ən birinci bunu alırsınız. Çünki layner bu dəqiqə qızların ən belə problemli bir yeridir ki, yayılır, çəkə bilmirlər, ucu nazik alınmır. Əsas da ətli gözlü xanımlar, bizim də Azərbaycanda Qafqazlı qızların daha çox gözlərinin üstü ətli olduğu üçün bu daha çox problem yaradır bizə. Mütləq gedirsiniz, yeni kolleksiyanın eyelinerini alırsınız, karandaş eyelinerini. İkinci məhsul sevdiyim, həmin o balzamlı ətri almalısınız. Mütləq şəkildə qaçaraq gedin, alın. Yəni bu sizin əlinizdən çox tutacaq. Çox gözəldir. Bildiyiniz ətirdir də, o yekə ətri daşımaqdansa atırsan çantana bunu. Əgər iki rəng bir arada blush axtarırsınızsa, mütləq ki bu blush'ı seçirsiniz, gedirsiniz bunu alırsınız. Məndəki olan 02 rəngidir. Mütləq. Çox bəyənəcəksiniz. Və bu kolleksiyada olan hər bir məhsulun qoxusu belə, yəni ayrıcalıqdır da. Onu neçə dəfə dedim videoda, amma mən görürəm ki, bir neçə dəfə də başqa videolarda deyəcəm. Çünki danışdıqca, hərəkət etdikcə o üzümdəki çıxan qoxu tamam belə başqadır da, çox qəşəngdir də, çox qəşəngdir. Yəni bayağı milyon dəfə də deyərəm ki, çox gözəldir. Və son olaraq mənim o biri make-up videolarıma baxmısınızsa bilirsiniz ki, mən Kiko'nun Tananisini çox bəyənirəm. Məndə bir neçə kolleksiyasından olan Kiko'nun Tananiləri var. Bu Tananini isə mən ayrıca sevdim. Çünki tam da yüngül, gündəlik, BB krem kimi qalan bir Tananidir. Hətta BB kremdən də yüngüldür. Yəni həqiqətən örtücülüyü çox yoxdur. Amma dərini çox da ağırlaşdırmaq istəmirsənsə, gündəlik istifadə etmək istəyirsənsə, üzümdəki o parıltını, sağlam görüntünü görürsüz. Konsiler və Tananini bir arada istifadə etmək istəyirsinizsə, çox da belə hər dəfə üst-üstə məhsul yığmaq istəmirsinizsə, bunu gedib almanızı məsləhət görürəm.
Məndəki olan 04 nömrəsi idi. Sizdə də deyim, çox da ağ görsənmir. Biraz həm də işıqda düşür üzümə, yəni üzüm çox ağartı görsənir. Amma belə güzgüdə baxıram kənardan, görürəm ki, yox, həqiqətən də üz rəngimə biraz oturub. Küçük biraz da bronzer vursam, yanaq bu hissəmə, alın hissəmə, yanaq hissəmə, çənə hissəmə tam da oturacaq. Mən bu kolleksiyada ən çox bəyəndiyim və mütləq almalısınız dediyim, təbii ki, hər kəs yeni kolleksiya çıxanda hansısa bir brenddə gedib bütün kolleksiyanı ala bilmir. Amma hansılar sizin üçün essential, yəni daha vacib, daha önəmli, mənim tərəfdən sizin üçün daha düzgün yatırım etməyiniz, yəni kosmetika almaq xanımlar üçün də bir yatırımdır. Daha düzgün, məqsədə uyğun hansı məhsulları almanızı deyirsinizsə, soruşursunuzsa, bax bunları məsləhət görürəm sizə. Mütləq alın, çox bəyənəcəksiniz. Yəni əgər bütün kolleksiyanı almaq istəyirsinizsə, nə gözəl, nə gözəl. Amma ala bilmirsinizsə, mütləq ki, bu dediyim məhsulları almalısınız, yoxlamalısınız. Gələn vloqda sizin üçün bu məhsullardan yeni ilə necə bir make-up edəcəm, onu göstərəcəm. Hər birinizi öpürəm, sevirəm, bağrıma basıram. Sağ olun.